11 il əvvəl 2015-ci ildə Bakı Musiqi Akademiyasını bitirdikdən sonra yeni iş mövsümündə mən Heydər Əliyev adına sarayda rejissor kimi çalışmağa başladım və 11 il ötdü. Mən artıq bugün Heydər Əliyev adına sarayda səhnədə çıxış edəcəm. Ümid edirəm ki, bugün həm də ötən illərdəki iş yoldaşlarımla da görüşəcəm. Никого нет! Salam, necəsiz? Çox sağ olun. Canım benim. Necəsiz? Necə stanmışam, sizin üçün heç dəyişmədi. Mən də bundan eləyirəm sənin üçün. O Sebrizdə hamısını izləyirik. Çox eləyirik. Gəlirəm təzə rəisimizə də göstərirəm ki, bax bu bizim Metin. Vallahi haqlı. Çox sağ olun. Bir zamanı həmişə sarayın səhnə arxası belə çox insan olur, belə çox sənətli olur. Onda isə mən yaxınlaşacağım rejissor kürsüsünə. Əvvəllər mən orada əyləşirdim. İndi isə mənim tüm iş yoldaşım Nurayna orada əyləşib. Buna yaxınlaşam. Bunu oraya şoka salam. Sen Axırıncı dəfə sarayda bu qədər adamı 2018 ildə görmüşdüm. Neçən ildə? 2018-də belə çalışmışam. Dinlə, yapma, yoxsa. Samir müəllim mənim də müəllimim olub. Mən xalq konkursunda çıxış etdiyim dönəmlərdə Samir müəllim mənə dərs deyir vokaldan. Ona görə də mən belə peşəkar ifaçı oldum. Bəli. Allah, möhtəşəm. Yalan baharı gül yanak balaların dolma hatiri sensen bizim ettim yaşar kalbimizden bir yaşar tarih bizimle yaşar yaşar da tenlimin yaşar. Çıxışımız bitdi. Növbəti dəfə həm özümə, həm də sizə söz verirəm. Heydər Əliyev adlı sarayda solo konsertə gələcək çıxış üçün. Manifest.